Yaxın Şərqdə təhlükəli vəziyyət davam etdikcə Avropada da ciddi narahatlıq doğurur bu vəziyyət və bu istiqamətdə açıqlamalar gəlməkdə davam edir. Avropa Parlamentinin prezidenti Roberta Metsola gərginliyin artmasının təkcə Yaxın Şərq üçün yox, həm də Avropada daxil olmaqla bütün dünya üçün ciddi fəsadlar törədə biləcəyini bildirib. Norveçin Xarici İşlər naziri Espen Barth Yaxın Şərqdə baş verən hadisələrin heç bir halda beynəlxalq hüquq normalarına uyğun olmadığını bəyan edib. Belçikanın Xarici İşlər naziri Maksim Prevo İranla aparılmış diplomatik təmasların heç bir nəticə verməməsindən təəssüf hissi keçirdiyini bildirib və hər iki münaqişə tərəfini təmkinli olmağa dəvət edib. İrlandiya baş naziri Michael Martin də tərəfləri təmkinli olmağa çağırıb və həm İsraildə, həm də İranda mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsinin əsas prioritet olmalı olduğunu bildirib. Daim Yaxın Şərqlə bağlı kəskin bəyanatlar verən İspaniya baş naziri Pedro Sanchez tərəfləri deeskalasiya və beynəlxalq hüquqa hörmətlə yanaşmağa çağırıb və həm Amerika Birləşmiş Ştatları və İsrailin atdığı addımları, həm də İran hakimiyyətinin atdığı addımları tənqid edib İspaniyanın baş naziri. Macarıstanın baş naziri Viktor Orban isə maraqlıdır ki, bu hadisələrin dünya bazarında neft qiymətlərinə mümkün təsirinə diqqəti çəkib və bildirib ki, Yaxın Şərqdə baş verən bu münaqişə Drujba neft kəmərinin əhəmiyyətini 2 qat artırıb. Sonda diqqətinizə çatdırım ki, Yaxın Şərq ölkələrinə Avropadan aviareyslərin təxirə salınması prosesi də davam edir. Artıq Avropanın aparıcı şirkətləri KLM, Polşanın LOT, ITA Airways, İtaliyanın ITA Airways şirkəti, British Airlines şirkəti də reysləri təxirə salan Air France və Lufthansa-ya qoşulub və bütün reyslər təxirə salınıb. Ən azı martın 7-sinə qədər Avropanın aparıcı şirkətləri Yaxın Şərqdəki şəhərlərə, həm İsrailə, həm də digər körfəz ölkələrinə aviareysləri bərpa etməyəcəklər. Brüsseldən ən son məlumatları çatdırmağa çalışdıq. Söz sizdə. Əməkdaşımız, Avropa təmsilçimiz Elzar Ağayev məlumat verdi.